Ay Usta Təbrizdən icazə istəyirəm ki, bugün o təklifi ki bizə mühəvvəl olub در مورد میرزا حسن رشدیه میرزا حسن تبریزی sonra məruf olub میرزا حسن رشدیه. Ona bunu mən bir balaca bir müqəddəm ərz edeyim. Sonra gəlir rəhmətli Şatrəvan Mirzə Həsən Rüşdiyənin işinə və o əsəri ki, bu samədə qoyulur. Vəqti Təbrizdən söhbət olur, hala cəmdə ədəbiyyat cəmidir, cəmdə ədib cəmidir. Məncə gərək biz utanmayaq və deyək ki, yəni xəcalət çəkməyək da, böyük uca səsindən deyək Təbriz məktəblər şəhəridir. Bunu bir onu tarif mən ərz edirəm. Bu onların bir adamı ki, tarix vərəqləmişəm bir balaca, oxumuşam. Təbriz məktəblər şəhəridir. Məktəb nədir o məli ki, bir qovlu zad olur ha, o örgəşmək yox. Məktəb yəni bu ki, bünyanquzarı bir dənə cərəyanı fikri, bu Təbrizdir. Siz müxtəlif cəmbələrdən baxsınız, Təbriz həmişə sahibi səbkidir. Yəni Təbriz deyilən məktəblər şəhəri, yəni Təbriz brendidir özünə görə. Bu bir vaqiyyətdir. Ola biraz bizim özümüzün zaten ilə alsaq görünümümüz var, Azərbaycanlıların, Təbrizlilərin. Bu bizə biraz zəfidir, gücür olmayaq. Və bunu qiyaq üstündə işləyək, təkid eləyək, istimrar tapaq, bu söz mütalibə meyvənin, bax mütalibə eləyək, bunun qabağında ta o yeri ki, biləxərə Təbrizin şəhənində dura yetişək. Birdən Təbrizdən deyəndə, mədrəsədən deyəndə, Mirzə Həsən Rüşdiyədən deyəndə, mən deyəm, o Mirzə Həsən Rüşdiyə özü bir dənə bir təsirgüzar bir insandır. Bəli, bu iş Təbriz kimi şəhərdə, Azərbaycan kimi məntəqədə ittifaq düşüb. Bunun sabiqəsi var da, bunun ilə sabiqəsini qeyd edəndən baxıb görürük, o elə bir 700 ildən artıq burada Təbrizdə bir əzim bir müctəmiyə elmi vardı, bir namı Rəbi Rəşidi. Bu bizim Təbriz. Və ondan da bax mədrəsələr vardı, məktəblər vardı, müxtəlifələ fərq edirdi da, o işləri, karkərdi fərq edirdi. Məsələn, Moğoldan da bax deyəndə bir də mədrəsələr vardı Azərbaycanda, Təbrizdə, Mərada. Məsələn, mədrəsəyə İzziyyədən, Əhmədiyyədən, Ətabəkiyədən və bu cür mədrəsələr ta gəlir, yetişir o tarixi, fərhəng o, hünər o, siyasət Təbriz dövrə İlxanıdır. Bu dövrə İlxanıda bir şahidir ki, məsələn, elmidirlər bunlar. Yəni bizim qərbimdən bir iş görəndə, bir dənə bir binayı düzəldəndə bunun hər zadı olurdu, xanəqah olurdu, məscid olurdu, mədrəsəsi olurdu. İndi deyək, indi işdir kimi məsələn, Darul Elm olurdu, Darul Siyadəsi olurdu, Darul İtam olurdu. Yəni bunlar hər birisi özünə görə bir məktəbdir, yəni Təbriz dövrə İlxanı bu məktəblərin başında duran bir şəhərdir. Və ondan sonra da yenə Təbriz və Azərbaycan yenə bu elmidən boşalmır. Nə tənha Rəbi Rəşidi tək deyir. Bəlkə gəlir görür Rəbi Rəşiddən qabaqda bizim Təbrizdə müctəmi elmiyə, rəsədxanı mərhələ varımızdır. Böyük təsirgüzar və o Zici İlxanı şurada bir qol deməli cirdavər olub, filan olub. Bu da Təbriz və Azərbaycanın iftixarlarındandır. Və müxtəlif bu adlarını aparmaq şart. Biraz o bəhsimizi məcud deyəlir, uzunla çəkək. Ya məsələn bir dənə də nümunə, iki dənə də nümunəmiz ki var, gözümüzün indi qabağındadır və mütəəssifانə xərabəsinə şahidik. Biri Müstəmək Əzimi Nəsriyyədir. Sabil Əmirdə indi məruf olub Həsən Paşa məscidinə ki, orada özünə görə bir təşkilatdır, oranın da özünə görə bir cəngəli var, oranın da özünə görə bir hesab kitabı var. Biri də ki, Müstəmək Müzəffəriyyə və həmin Göy məscid. Yəni Göy məscidin olduğu yer, o İmarət-i Müzəffəriyyədir. Onun yanında hər bir qismətlərində tutun geçsin. Məscidindən, səhnindən, mədrəsəsindən, xanəqahından, daru, hər nə mənəsizdir. Bunlar var idi bu Təbrizdədir. Təbrizdə cürgənlikdə və Təbrizdə dəvam tapdılar. Amma eləyənməmişik da, bəzi yerlərdə o tarixdə biz giyeləyib dayanıb qalmışıq. Amma o bəzi adamlar ad qoyurlar, deyirlər, buna deyərlər, diruz cavidanda giyələmək. Dünən keş və ölmüş.
Və bizim Təbrizin bir zaman Rəbi Rəşidisi də var idi, Göyməçisi də var idi, Nəsriyəsi də var idi. İndi nə mənəmiz var Təbrizdə? İndi vəziyyətimiz nə mənədir? Bu cay sualdır, soruşaq da bir özümüzdən, qeyd xod intidad edir. Bir dənə mən hərçənd o axtardım, bir dənə bir Shakespeare'dən bir söz oxudum. Çox cavab gəldi, dərmordu müəllim. Amma mən öz bəydaşdım dərmordu müəllim daha ki, bunu vaqəən gərək müəllimlərə deyəsən. Bu olar ki, müəllimlik nəxşi var. Bir soruşsalar ki, o 40 dana qış, 40 dana xəzan geçib, sənin alnıva xəss salıb, o cavanlıq gözəl paltarların sənin əynində əvəzləyib, bir zaman göylərdə gedildin, yerdə də yeriyəmsən. Nəmə nədir? Nəticə nəmə nə olub? Əgər sönüb desən ki, o çuxura batmış gözlərində görə bilərsən, ya düşülmüş qəlbində görə bilərsən, o çox cəfa edibsən. Gərək deyəsən ki, mənim o gözəlliyim, mənim o izzətim, mənim o göydə yerim, ələn uşağımda görə bilərsən. Mən səxavətlə ona bağışlamışam. Bu da vaqəən, məsələn, müəllim bu məqamdadır da, bir ömr zəhmət, mərarət, bir ömr çətinlik elə. Bizim nümunəsi gözümüzün qabağında Mirzəsən Rüşdiyə hardan gəlib, hara gedib, nə ittifaqlar bu Allah bəndəsinə rast gəlib. Neçə dəfə Təbrizdə məktəb qurub, ta 8-ci dəfəyəcən ki, yazıblar. Bir teydad adamın mənafiyi bunu deyilmiş ki, əslən belə bir ittifaq düşməsin. Mənim axı hökumətim əldən gedir, mənim bir qolda, mənim təşkilatım dağılır axı. Bir teydadlar buna baxır, bir teydadlar malı mənafiyə gətirirlər, qoyurlar qabağını, orada da yine bir seyri düşürlər. Yəni bu adam elə həman Mirzəsən Rüşdiyədən şahit soruşsaydın, elə həman bu şeir oxşar bizzat deyərdi ki, mən o gözəlliyimi, o ömrümü, cavanlığımı mənim indi şahidlərimdə görə bilərsən. Ya mənim məsələn Təbrizdə olan o şəxsiyyətlərdə görə bilərsən. Baxın, bir ittifak fikri, bir nəfər bir fikrə yetişir və Lütfen eğer kuşlarınız olsa, onları sahneye koyalım. məmnunum. Benim bakılardı bu hakimler. Nəfər bizim o sözümüzün Ərzəyim xidmətçidə Mirzəsən Rüşdiyənin moridində bir seri kitablar yazılıb, bir seri işlər yazılıb. Ay Nasir Təşmir-Humayunun bir kitabı var. Çox muğrizanə yazıb bir kitabı. Elə biləsən, Təbrizdə bir ittifaqı düşməyib və necə deyərlər, hər iş elə onların baxışları ki var, baxarlar həmişə, elə deyərlər, filan zat gərək filan yerdən cürgənə, elə budur baxır məsələyə. Bəli də, hala o adın da dedəm ya, ki məsələn bu cür olub bir ittifaq düşüb və gətirib vəsl edibdir hamısının Əminov Doğruya, o filana, o ki, bu cür elədi, biz də bilirik, bəli Əminov Doğruya zəhmət çəkib filan edik. Bəli, bu diqqət eləyək biraz da, bir tane Rüşdiyə, əmsal Rüşdiyənin ərsiyə gəlməsi camiədə bir zirsaqlar istəyir da, bir fikri istəyir ki, bundan himayət edəsin. Elə o zamandan demək ki, Abbas Mirzanın məruf sualı soruşub onu, buna mən çox təkid edirəm. Vaqəən xoşum gələr təkid edirəm, amma o beqol ərzəmizin boşluğundan təkid eləmirəm ki, Abbas Mirzə əvvəlin adamdır soruşub ki, biz niyə dalı qalmışıq? Və o karvan-ı mərifəti yola salır. Sualın dalısıcan karvan-ı mərifəti yola salır. Məhəssilləri yollayıb gedir. Avropada, İngilistanda, Fransada, bunlar keçsinlər, dərs oxusunlar, gəlsinlər. Görək, dünya hardadır, biz hardayıq. Elə bu Azərbaycan ki, deyilən Təbriz, Azərbaycan məktəblər şəhridir. O məktəblər şəhri ilə Abbas Mirzə zamanında da davamı var. Abbas Mirzə burada o sualı soruşub.
Burada əvvəlin dəfə gəlib bu sualın nəticəsində əvvəlin dəfə münəzzəm qoşun yola salır. Və əvvəlin dəfə çap dəstgahın, çap sənətin budur. Əvvəlin dəfə burada sistem amuzuşu yola salınıbdır. Telefon, Baxın, telgraf. bunlar hamısı göstərir ki, burada bu məntəqədə bir potansiyel var, burada insanlarda bir cirayişatı var, insanlarda bir çıxarları var, istedadları var ki, vaqəən zamanı yetişəndə özü şükuf olur. Nəinki oturaq zamanı tutaq. Bəli, şərait müsait olanda bu şükuf olur. Mirzə Həsən Rüşdiyə də bizim adamımızdır. Hala bəziləri, bəzi Mirzə Həsən Rüşdiyənin ordunda bəzi söhbətlər edirlər, bəzi nəzərlər yazırlar. Məxsusən bu Wikipediya farsıda zətlə baxanda deyirlər buna üzvəyinəm filan yeridir, üzvü Beyman yeridir, nə bilim, üzvü əncüməni Süleyman xanı Meykədi idilər, buranın da hədəfləri buydu filanıdır. İnsandır, heç vaxt demək olmaz, heç kəsi də əqidəsinə görə və o işi ki o adam görüb, o əsəri ki o adam camiədə qoyur, məncə mühüm budur. Çünki bu adam nəməniyə, mənşəyi nəmən əsərlər olub. Mənşəyi əsərlərdən biri mən 2 dənə Məşrutənin Ruznaməsi, Ruznamə-i Əncüməndən 2 dənə şeir var burada. Bunu Muhəssili Mədarisi Təbriz bu şeirləri oxuyurlar. Yəni, vaxtı məsələn Təbrizdə o bəhsi məşrutədə və əncümən olur, uşaqlar çağırırlar, əncümən həyətinə deyirlər gəlin, həm burada imtihan verin, həm də ki, əncümən bunlara qərar qoyur, sizə biz məsələn 55 ilə 60 nüsxədə əncümən ruznaməsi verir, qapan bunlarda oxuyun. Bu elə həman səmərəyi o iş idi ki, Mirzə Həsən Rüşdiyə o mərarətlə binasını qoydu. Vaxtı o adam Təbrizdən istəyir çıxacaqdır, atası soruşur ki, neynədin bəs o təşkilatı, neynəsən bəs, mizdən, səndəldən, mədrəsə və s. filanını deyə orada görmüşəm o müəllimlərin arasına. Mən də geçsəm, onlar ölməsinlər. Bunu indi deyirlər, sistem işləmək. Yəni, fərdə vabəstə eləməyib. Gətirib görür o müəllimlər kimi orada etimad quran arasında, mən gedirəm, mənə ötürüblər eşiyə təkfir ediblər. Deyir o, Şərabikov, Mirzə Həsən Rüşdiyənin sözüdür, Şərabikov mütəəffiltərini töhmət edir ki, mənim üstümə sərdilər. Həmişə elə varımızdır, hamını elə xoşumuz gəlməsə, yağıyor, bağlıyor, tağlıyor, filan illəri yatarıq quşada qazır. İndi bu şeiri mən oxuyuram. Bunu mədrəsənin Təbrizdə məşrutə zamanı mədrəsiyyədən uşaqlar oxuyurlar. Elə də fasiləmiz yoxdur elə məşrutə zamanı ilə Mirzə Həsən Rüşdiyənin. Dərmorda əhəmiyyəti məktəb. Məktəbi ki, orada uşaqlar təhsil alırdılar. Deyir, məktəbdir ənbiyada nəbilik əlaməti. Məktəbdir övliyada vəlilik səadəti. Məktəbdir aləmə yenidən, aləmə yetirən hər hidayəti. Məktəbdir öyrədər bizə əmri şəriəti. Yəni, burada dindən qaçırdısan filan edir. Əslən, söhbət yoxdur, bunun özü tör. Deyir, hər kəs mərizi cəhl ola, Darüşşəfa budur. Hər kəs Hicaz əzmidə, Beyt-i Xuda budur. Yəni, məktəbdir. Bunu niyə deyə bilir? Herhangi bir zaman o adam 8 seri mədrəsə tikib mədrəsəsini dağıdıblar, özünü də balaqını götürüblər. Və ya ondan sonra bu elə yenə həman o, istəyəm bunu ərz eləyəm, biləhsə o zad olmasın. Baxın, istəyəm deyəm ki, məşrutiyyət də ki, Təbrizdə söz deyə bilirlər və söz danışa bilirlər, həman ilə o cəsarətin nəticəsidir ki, Mirzə Həsən Rüşdiyə öz zamanından çox yuxarı düşünüb. Yəni, gələsən bir sistem amuzəşi ilə ki, illər boyu yox, qərnilər boyu camiədə rəvacı var idi. Onunla gələsən kəllə-kəlliyə durursan, onun qabağında müqavimət edəyəsən, qolu sındıralar, neçə seri məktəbi dağıdırlar. Mal öz yeri satıb gətirib məktəbə xərcləyəsən, neçə dəfələr olub bu cür zatlar. Avara düşəsən, gedəsən qürbətə, amma ayaq çəkməyəsən da. Ayaq çəkməyəsən da. Həmən o mütalibə eləməkdir. Həmən o bir dənə məsələn, Şəhərvənd mütalibə mehvər alayında adındaysaq, Şəhərvənd mütalibə mehvər. İndi nəticə verir məşrutiyyətdə. Məsələn, yenə elə mən bir dənə bir
şeir var, onu oxuyum. Deyir ki, bəd mütəllimin mədrəsə-i pərvəriş və mədrəsə-i rüşdiye əvvəl. با بیدک‌های صلح که منقوش بود به yaşasın məşrutə, yaşasın əncümən, yaşasın hürriyyət. Ələmdə vermişdilər əllərində şahidlərin bu şuarlarından gətirdilər, bu sözləri oxuyurdular. Bu da elə Ruznamə-i Əncümənlər. Yine de elə şeirləri budur. Və ba Türki mi گفتند. Türki mi گفتند. Deyir, südəmər uşaqlar uyandı. Qırmızı ələmlər göyə uzandı. Bütün qan rəngi ilə boyandı. Sur İsrafil çalındı. Fəryadlər göyə uzandı. Tamam nəzmlər pozuldu. Millət qurbanlarının səfi düzəldi. Onu məşrutədə mədrəsə uşaqları əncümən həyətində oxuyurlar. Niyə? Çünki bir nəfər cürət edib binamı Mirzəsən Rüşdiyə bu işi görsün. Ya elə ki, nə də bizim ruznamələrimizdə, cümlə məsələn, Ruznamə-i Mücahiddə bir mətləbi var. Bunu da ərz edeyim, usta, çox aşağı buyurun, bəşliyim. Yox. Dən bu arada əhəmmiyyəti elm söhbət eləyəndə bizim bir ruznamə var Təbrizdə, Ruznamə-i Mücahid. Ama məndə bir balacuna bir əl verdim o ruznaməyə, təhət ünvanı Mətbuat-ı Azərbaycanda dövrə məşrutiyyət. Onu çap elədi. Bir rivayəti ala mötəbər, ilə bu elə bir Mərkəzi Qeybinin orqanıdır. Burada çəhli 24 şumarəzə bu qədər zat olur. Bunda bir işarə eləyir ki, biz nə vaxt eləyə bildik ki, məmləkətimizə deyək, məmləkət olub bizim məmləkətimiz. Bir o zamandır ki, İranlıların 1/10 Darülfünundan fariğ o təhsil olur. İranlıların %50'si Rüşdiyyədən çıxış və işlər tapşırır bunların əlində. Yəni baxın, əhəmmiyyəti elm, əhəmmiyyəti bu amuzəş, əhəmmiyyəti bu ki, bir nəslin üstündə sərmayə güzarlıq eləyəsən, bir nəsli düz böyüdəsən, bir nəsli düz yola salasan, biz hududən 120 il bundan qabaq yolun deyiblər, İranlıların vəqti 10-dan 1 Darülfünundan çıxdı. %50'si Rüşdiyyələrdən qozandı. Bunlar layiqdirəcək işi verəsiz kimə? Bunların əllərində. Mən artıq vaxtı salmıram. Çox sağ olasınız. Qulaq astınız. Benden buyurun.